Ana, kömək elə də bu eləyə bilmirəm. Ana qurban, dədən yaxşı bilir fənləri, ged ona denən. Nazardan bilirəm, mən heç atistatım yoxdur. Özünü yandırmağın kimya, mesajları arxivləməyin tarix, quşlamağın zoologiya, keşfetindəki maşallah anatomiya qız şəkilləri. Qaqa, sən kömək elə də, xahiş edirəm. Dərs vaxtıdır, deyirəm, ay səninlə görüşə gedəcəm mən. Sən səsimə nə olub? Nə istəyirsiniz mənim səsimdən? Qulaq əsin, mən maraqlıdır. Deyirsən ki, Aysellə görüşə gedəcəm. Bu səslə gedəsən Aysellə görüşə. Tutaq ki, biz indi bu Ayseli sənə aldıq. Sən bu Ayseldən evləndin. Xoşbəxt bir ailə. Oturdun evdə, dedi ki, Azərbaycan mənə get çay gətir. De görüm. Azərbaycan getməyə çay gətir. Sənin zafdan ölüb. Bu nə səslər? Elə sözə arvad çay çırpar adam təpəsinə. Yaxşı. De görüm birdən arvadla dalaşdın, dedin ki, cəhənnəm o get dədəm xarabasına. Canım o getənəm xarabasına. Nə gülürsən, nənə bunlara bir şey denəndə mənim səsim ilişirlər. Uşağın səsinə niyə ilişirsiniz bala? Sən bunu başa düşdün? Nə eşitdim? Eşitdim nədir? Bu arvad... Sən bunu başa düşdün? Anamın dilini tapdım, yazıq dədəm. Dilini bilmədi, ürəyi partladı, öldü, getdi. Burada mənim problemimə kömək eləyən olacaq. Oğlum, bax, burada həm sənə, həm ailəmizə bir dənə kömək ola bilər ki, sən danışma. Bir dənə WhatsApp qrupu açaq, yazışaq. Ata bəsdir də, gələnlə mənim səsimdən məzələnirsən. Hamıdan zəhləm gedir, heç birimizə ehtiyacım yoxdur bu həyatda. Gedirəm mən.